Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. FA Cup turnirindən hər birinizi xoş gördük. Günün yekun qarşı durmasında Nişantaşı və Həzi Aslanov komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Artıq hakimin də fiti səsləndi. Oyuna start verildi. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollaq, ədalətli, gözəl bir maç deyirik hər iki komandaya da. Sizlər indi komandalı heyətləri ilə tanış edin. İlk öncə Nişantaşı komandasının heyətləri belədir. Qapıda 1 nömrə Murad Abbasov, 4 Sənan Mustafayev, 13 Ramin Mövlanov, 44 Həmid Mürşidli, 57 Şəhriyar Abbaszadə komandanın kapitanı da həm də, 18 Xəyal Əskərli, 3 Məhəmməd Cəfərov, 10 Əli Mehdiyev və 9 Məhəmməd Nuri. Həzi Aslanov komandasının heyətləri belədir. Qapıda Süleymanlı Faiq, Elman Hüseynov, Rail Əlizadə, Ağəlli Nuri komandanın kapitanı həm də baş məqsəd postundadır. Ruslan Lətifov, Qəniyev Qəni və Ülvi Nuri. İki komandaya da yenidən uğurlar arzulayırıq. Layiq olan qazansın deyirik. Bu arada nəzərinizə çatdırım ki, FA Cup turnirinin ilk turudur. Bu maç günün yekun qarşı durmasıdır. Baxa görə ilk maçdan hansı komanda Qədəbə ilə ayrılacaq, yoxsa hər iki komanda da bir xala mı razı olacaq? Bütün bu suallarımıza cavab tapacaq önümüzdəki 50 dəqiqə ərzində. Zərmə zərbəsi yerinə yetirildi artıq. İndi out yerinə yetirildi. Həzi Aslanov komandası outdan top oyuna daxil etdi. Top tiksi gəldi. Nişantaşı komandası hücum qurmağa çalışırdı ki, top yenidən Həzi Aslanov komandasına qarşılığı top tikilər gəlir. Out. Nişantaşı komandası sol cinahdan out'u yeni yetirdi. İrələmək mümkün olmadı Xəyal Əskəri tərəfindən. Yenidən out. İləri götürmə gəldi. İndi Xəyal Əskəri topladı. Xəyal. Xəyal sol canı aparı götürmə etdi. Qapıda zərbə gəldi. Blok gəldi bu zərbəyə. Əks hücuma sıxmalı çalışır. Həzi Aslanov komandası ama bu mümkün olmadı. Top yenidən Nişantaşı komandasındadır. Həmid Mürşidli indi ötürməsini etdi. Ramin Mövlanov ötürməsi kesmədi. Top qənidən meydana tərk etdi. Out. 50 oyun var idi burada bu episodda və zəlimə zərbəsi təyin olundu. Nişantaşı komandası indi. Zəlimə zərbəsi yenidən hakim fücəsəndi. Xəyal gəldi. Zərbəsi indirdi. Top canı səhvdə deyərək meydanı tərk etdi. Out. Altın yeni yetirildi. Qapıda uzun məsafədə zərbə gəlir. Qapı dirəyi. Qapı dirəyinə dəyən top meydanı tərk etdi. Oyunun ilk real epizodu Nişantaşı komandasından gəlir. Bu zərbəsi dəqiq alınmadı. Qalkiperdə qalmışdı. İndi yeni hücumunu izləyir Nişantaşı komandası. Qapıda o zərbə gəldi və gol! Hesab asılır. Xəyal hesab bastı. Xəyal Əskərli dəqiq zərbə ilə rəqib qapısını məyus edir. Komandasını bu golla hesabda ilə çıxarır. 1-0 oldu hesab. Mərkəzdən indi Həzi Aslanov komandası top oyuna daxil etdi. Top indi meydanı tərk etdi. Out yeni yetirildi. Həmid Mürşidli topladı. Həmid sağ ağzına ötürməsini etdi. Xəyal Əskərli. Xəyal ayaq saxladı, döndü geriyə. Həmidlə oynadı. Həmid. Qarşısında Ağali Nuri var idi. Qəninin. Həmid. Topa elə özünə indi sol ağzına ötürməsini etdi. Gizin altına.
Qapı qarşısındadılar, dənəməncəsindədirlər amma son ötürmə, son zərbə gəlmədi. İndi əksuma tutmağa çalışır. Əziz Aslanov komandası. Ötürmə gəldi soltuna, amma son anda müdafiyyətə xəyal imkan vermədi. Döndü qapı istiqamətinə, amma irələmək mümkün olmadı. Qarşısı kəsildi Ruslan Lətifovun. Out. Ruslan özü out'u yeni yetirdi. Elman oynadı. Elman. Tüməsi dəqiq alınmadı. Top yenidən Nişantaşı komandasındadır. Sağ ağzına ötürmə. Xəyal özünü çatdırmağa çalışırdı. Top amma bu mümkün olmadı. Ötürmə biraz sürətli alınmışdı. Out. Out yeni yetirildi. Rail tərəfindən amma ötürmədə səhvi yol verildi. Həmid geliyor Tümətdə Həmid Mürşüdlü. Yenidən Həmid topladı. Sağ ağzına oynayır Xəyal. Xəyalın qarşısında Ruslan var idi, o geriyə döndü. Ən geriyə qapıçıları Murad Abbasova qədər gəlib çatdı top. Murad Həmid oynadı, yenidən Murad. Qalkiper. Ötürməsi dəqiq alınmadı, top meydanı tərk etdi. Out. Outdan top oyuna daxil edildi. Çok boş bırakası. Xəyalda qaldı top indi. Xəyal. Sol zamə edirdi. Xəyal ayaq saxladı. Stop etdi bir dəqiqəlik, bir saniyəlik. Sürməsi Şəhriyar Abbaszadəyə. Amma Şəhriyar topu istədiyi kimi ram edə bilmədi. Rəqib də topu onun almağı bazardı. Şəhriyar zərbəsi indir. Təkrar zərbə. Yenə də Qalkiper. Qalkiper öz səhvini ortaladı. Süleymanlı Faik imkan vermədi topun tora daxil olmasına. Korner yeni yetirildi Xəyal. Kəsə bilmədi bu daxili Nurini. Top indi Həzə Aslanov komandasındadır. Sol zafdan irələmək mümkün olmadı. Nişantaşı komandası yenidən topa sahib olmağı bazardı. Həmid özü ilə deyirdi amma indi qarşısı kəsildi. Ötürmə kesmədi. Geçtin. Pas ver kaç arkaya. Arkaya. Sağ ötürmə Xəyal zərbəsi indir və gol! Xəyal Əskəli özünü və komandasının ikinci qoluna imza atır. Dubl edir bu qolla Xəyal. Sanki dejavu yaşadıq eyni nöqtədən, eyni küncə. Dəqiq zərbə ilə topu tora qovuşturdu Xəyal. Bayrağı sahneye göre verin çanga. Dubl edir bu qolla. Komandasının turnirdə ilk qollarının müəllifi olur. Xəyal Əskəli. Yine qayda pozuldu bu epizodda. Ya yok şurada çıktı. Ruslan Lətifova qarşı. Top yenidən Nişantaşı komandasındadır. Ötürmə kesmədi. Elmanın nəzarətində indi Qalkiperdə qaldı. Faik topu sahib olmağı bacardı. Faikdən uzun ötürmə müdafiədə qarşılandı. Sizdedir rahat rahat. Serbest. Sağ ağzına ötürmə Xəyal zərbəsi indirdi. Bu dəfə Qalkiper. Faik Xəyal zərbəsini dəf etməyi bacardı və qayda pozuldu. Hamid sabirli. Ruslana qarşı qayda pozulmuşdu. Zərbə zərbəsi yeni yetirildi. Top tikisi gəldi. Xəyal girdi araya. Xəyal uzun məsafə zərbəsi indirdi. Qalkiper. İki gözəl hərəkət izlədik. Gözəl zərbə indirdi Xəyal. Eyni gözəlliklə də Qalkiper bu zərbəni dəf etməyi bacardı. Ramin Avlanov toplamışdı. İndi ötürməsi yaxşı keçdi. Həmid Mürşüdlü rəqibini Həmid sağdan elədi. Qapı qarşı ötürmə düşündü. Top meydandadır. İndi top meydana tərk etdi Elmandan. Korner. Arka kabak, arka kabak. Top yenidən Elman deyərək meydana tərk etdi. Bu dəfə out yeni yetirəcək Nişantaşı komandası. Hüdoğu zərbə gəlir və gol! Üçüncü gol gəldi. Üçüncü gol gəlir. Nişantaşı komandasının. Aynı olsun sana. Evet olsun Allah. Sənan Mustafayev komandasının üçüncü goluna imza atır. 3-0 oldu hesab bu golla. Dikkat arkaya, dikkat arkaya. İki nefer arkada.
Dikkat arkaya. Ravi Azadə uzun ötürmə düşündü. Ağali Nuri istiqamətinə. Buna çatmamışdı. İndi out yeni yetirildi. Ama top tikisi gəldi. Xəyal sağ zatdan sürət elədi Xəyal. İkinci rəqimlə kesməyə çalışırdı. Bu mümkün olmadı. Top meydanda qalmadı. Out. Out yeni yetirildi. Həmid solca ötürmə etdi. Top ram edilir. Yenidən Həmid Mürşüdlü baxdı qapıya zərbəsi indirdi. Son anda Faik komandasını qoldan xilas edir. Qaydanı vur. Altı yetirildi. Dur. Yerdə qaldı. Akif davam deyir. Akif davam deyir. Əksümət Smantal Həzal sol komandası ama bu mümkün olmadı. Çıxarası. Qapıdan zərbə olacaq. Top Xəyaldan meydana tərəf getmişdi sonda. Zərbə yenitirdi. Elman Soyevdan uzun ötürmə. Müdafiədə Sənan qarşıladı. Tamam. 2-0 uduzmuş o. Düşünün ki 2-0 uduzmuş. Altı yenitirdi artıq. Resin. Sənan baxır qapıya zərbəsi indirdi. Sənan zərbəsinə blok gəldi. Top indi Həmiddə qalır. Həmid Sənan oynadı. Sənan sağ zanatda Xəyal əskəri topladı. Xəyal qapı qarşı ötürmə gəlir. Son zərbə gələcəkmi? Yox. Top qapısı Süleymanlı Faikdə qalır. Faik Süleymanlı indi dərhal top oyuna daxil etdi. Elman sürməsi Xəyal son toxu Xəyaldan idi ama top Əzəl Aslan komandasında qaldı. Ağali sağcıda ötürmə müdafiəçilərin nəzarətində. Ramin nəzarətində top meydanı tərk etdi. Ramin altı yeni yetirdi. Həmid sağcıdan ötürməsi Xəyal zərbəsi indirir Xəyal. Bu dəfə qalkiper tərəf etdi Xəyalın zərbəsini. Uzaq güncü düşünmüşdü Xəyal bu dəfə yaxın. Güncü yox. Uzaq güncü nişan almışdı. Qalkiper tərəf etməyi bacardı bu zərbəni. Xəyal sol zıraqla oynadı. Həmid topladı. Zərbə mövqi yaxtardı. İndirdi zərbəsini. Qapı direği. Qapı direği qola mani oldu. Bu dəfə Xəyal zərbəni indirir. Qalkiper qarşısına aldı bu zərbəni. Arxanı unutmayın. Arxa. Uzun məsafədən zərbə gəldi. Zərbə dəqiq alınmadı. Out. Corner. Hüsəm out. Out yetirdi. Ağali irəliyə doğru ötürmə. Topu istədiyi kimi ram edə bilmədi. Top meydana tərk etdi. Out yetirdi Nişantaşı komandası. Ortada qarşılıq var. Top indi. Nişantaşı komandasında da yenidən sol zanatdan irəliyir. Sənan bir zərbə gəldi ama bu zərbə çərçivədən yan keçdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə. Qapısı da qalır. Murad Abbasov topladı hal-hazırda. Muraddan uzun ötürmə müdafiədə qarşılandı. Rail Əlizadə tərəfindən out. Out yeni yetirildi. Geriyə ötürmə. Sağ cinaqda Xəyal topladı. Meydanın özlərinə aid olan səsindədir hal-hazırda. Nişantaşı komandası indi sol cinaq ötürmə gəldi. Önə açıldı indi zərbəsini indirdi. Son anda Elman Hüseynovdan blok gəldi. Korner. Korner yetirdi. Qapı doğru zərbə gəldi. Top qapısı Faik'də qalır. Topa sahib olmağı bacardı bu epizodda Faik. Uzun ötürmə gəldi Ağali istiqamətinə. İlerləyməyə çalışır Qəniyev ama top tikisi gəldi. Top qapısı Muradda qaldı. Uzun ötürmə gəldi Muraddan. Şəhriyar sağ azaq oynayır Xəyal. Xəyal keçdi bir rəqbini zərbəsi indirmə gol! Xəyal! Xəyal əsgərliyə ettirik edir bu golla. Özünün 3-cü komandasının 4-cü goluna imza atır.
Hələ başlayın onu gözləyəm. Şəhli sən çıx, Rami sən çıx. 4-0 oldu hesab bu golla. Rami çıx. Necə sürürsün? Hərəkətsən. Oyunun hərəkətliyi qazandı. Bəsin ötürmə keçmədi. Uzun ötürmə. Səhvə yox verildi. Həmid. Sol zamə edir Həmid. Arxa. Verdin, həla. Ötürmə dəqiq alınmır, amma Xəyal özünü topa çatdırmağı bacardı. Xəyal sol cahdadır bu dəqiqələrdə. Xəyal qapı qarşısı ötürmə edilir. Qapı da o zərbə gəldi və gol! Gol gəldi. Həmid fərqlənir. Həmid komandasının növbəti qoluna imza atdı. 5-0 oldu hesab. Həmid Mürşüdlü fərqləndi. Hərəkətdən yenidən oyun hərəkətliyi qazanır. Ötürmə dəqiq alınmadı. Out. Sağ zınaqdan. Out yeni yetirildi. Hərəkətli yeni yetirildi. Out onun içində. Nəzir Aslanov komandası. Out'u yeni yetiriləcək. Elə bil uduzur 2-0. 5-0 unudur. Uduzmaqla oynuyor. Out'u indi yeni yetirdi. Ruslan Lətifov. Elman. Ruslan oynadı. Qəniyə yenidən Ruslana düşündü, amma topuna çatmadı. Xəyal girdi araya, bölçümən qarşısını kəsdi. Xəyal 2 dəfə hafıza tutmağa çalışırdı. Yerdə qaldı Xəyal Əskərli və ona qarşı qayda pozulub. Zərmə zərbəsi yerinə yetirəcək. Bizəmə də artıq yerinə yetirildi dərhal. Uzun məsafədən zərbə gəldi. Faiq 2 həmlədə. Topa sahib olmağı bacardı. Elə yoxlayın hamısı. Faiq Süleymanlıdan uzun ötürməyə top. Qapısının nəzarətində meydanı tərk etdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Sağdan ötürmə. Zərbəyə blok gəldi. Blok gəldi. Məhəmməd Nurinin zərbəsinin qarşısı kəsildi. Qapı. Topu son təmasla Məhəmməd Nuridəndir. Buradan zərbə ilə Faiq Süleymanlı top oyuna daxil etdi. Elman Hüseynov oynadı. Yanında da Elmandan uzun ötürmə. Top meydanı tərk etdi. Ötürmə ünvana çatmadı. Zərbə ilə Murad Abbasov top oyuna daxil etdi. Sağ zənaqda Həmid topladı. Həmid Müşüdlü. Top elə də Həmiddədir. İndi sol zənaq ötürməsini etdi. Sanandan sağ zənaq deyək ötürmə yaxşı alınır. Qapı qarşısı ötürmə düşünüldü. Məhəmməd zərbəsini indirir. Top çərçivədən yan keçdi. Yaxşı ötürmələr də gəldi. Hücuma Nişantaşı komandası. İndi Xəyal topladı zərbəsi. Qalkiper dəf etməyi bacardı bu zərbəni. Boşaltdınız. Bu ötürmə dəqiq olmadı. Out. Out yeni yetirildi. Diqqətli ol, diqqətli. Əla, getdir, səndə. Xəyal çəkdi soluna Xəyal. Vurdun. Ayaq saxladı Xəyal indi. Zərbə indirəcəkmi Xəyal? Xəyal zərbə indirdi. Və poker edir bu qolla Xəyal. Xəyal Əskərli 4-cü qoluna imza atır. 6-0 oldu hesab bu qolla. Mərkəzdən indi top oyuna daxil edildi. Uduzuru. 2-0 arxadayım. Xəyalın ötürmən qarşısı kəsdi, zərbə də gəldi. Məhəmməd Nuridən, amma bu zərbə çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə. Müdafiədə qarşılandı. Out. Ruslan Lətifov outdan top oyuna daxil etdi. Rail. Qəniyev indi. Rail oynadı. Rail. Son anda Xəyal. Həm hücumda varam deyir, həm də müdafiədə komandasını xilas edir.
Xəyal topladı indi. Xəyal sağda söt eləməyə çalışır Xəyal. Bir rəqmi geridə qoydu. Həmidlə oynadı. Həmid geriyə ötürməz. Qapı 9 zərbə gəldi. 2 həmlədə. Turba sahib olmağı bazarlı qalkiper. Elman Faiqlə oynadı. Qalkiperə təzyiq var ilərdə. Qalkiper topu görür ama Həmiddə qaldı top. Həmid ötürməsini etdi. Zərbə gəlir və gol! Məhəmməd Nuri fərqləndi. Məhəmməd Nuri komandasının 7-ci qolunun müəllifi olur. 7-0 oldu hesab. Hərkəsdən Haşimi Psidon yenidən hərkəsliyi qazandı. Uzun ötürmə dəqiq alınmadı. Qalkiperdən uzun ötürmə. Əmid sağdan ötürmə. Son anda Elman Hüseynov Xəyalın qarşısını kəsdi. Out. Yaxşıdır, oyunçular çağırır. Oyunçular çağırır. Əla. Qapı qarşısı ötürmə. Son təmas müdafiəçilərdəndir. Korner. Korner yeni yetirildi. Geriyə ötürmə gəldi. Əla. Soldan ötürmə. Arxanı unutma. Cəfərov. Sənan qapı 9 endirdi. Bu zərbə çərçivə üzərindən meydan tərk etdi. Sənan Mustafayev idi zərbəni endirən amma bu zərbə çərçivəyə tuş gəlmədi. Qapıdan zərbə ilə artıq top oyuna daxil edilib. Qəniyev topladı sağ zıraqda. Məhəmməd Nuri imkan vermədi rəqibin ilərləməsinə. Sən topa qapıya baxın, səni Məhəmməd eləyəcək. Həmid təzyiq göstərir top. Çox. Zorlaşdırıldı, out. Gözdə oyuncu gəlsin. Həmid out'u yeni yetirdi. Poyot yeməsi oldu. Sənan zərbəsi indirir və gol! Növbəti gol gəldi. Növbəti gol gəldi Nişantaşı komandasından. Sənan Mustafayev komandasından 8-ci qoluna imza atır. 8-0 oldu hesab bu golla. Altı yeni yetirildi. Həmid müşüdü topladı Həmid. Silməsi kesmədi. Qarşılandı müdafiyyətə. Ruslan Lətifovin top. Ülvi Nuri'dədir. Sürməsi dəqiq alınmadı. Soldan top meydanı tərk etdi. Out. Xəyal uzun məsafədən zərbəsini endirir. Zərbə çərçivəyə tuş gəlmədi amma son toxunuş. Müdafiəçilərdəndir. Korner. Onu yeni yetirdi amma. Bu Azərbaycan sayağını eləməyəcək. Həmid top oyun soxuma bazarda amma ötürməsi dəqiq amma top meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Altı artıq yeni yetirilib. Sənan Həmidlə oynadı. Yenidən Sənan. Yenidən Həmidlə oynadı. Həmiddən qapı qarşısına ötürmə qapçı. Faiqdə qaldı. Faiqdə dərhal əllə ötürməsini etdi Ruslan Lətifov istiqamətinə. Ruslana təzyiq var. Qazanır topu yenidən. Nişantaşı komandası sağdan ötürmə gəldi. Xəyal zərbəsini endirdi. Qapı dirəyi bu dəfə Xəyalın fərqlənməsinə imkan vermədi. Altdan top oyuna daxil edildi. Out yeni yetirildi Ərzəsunal komandası tərəfindən. Amma top çıxısı gəldi. Əksüzmə sıxır Nişantaşı komandası.
Xəyal sıqan ötürmə, Xəyal zərbəsini indirdi bu dəfə. Çərçivəyə tuş gələ bilmədi Xəyal. Qapıdan zərbə ilə topu daxil edildi. Gəni topladı, Gəni. Sol zan ötürmə Ağa, qapı zərbə indirdi Ağəli. Ağəli Nuri zərbəsini, Qalkipər Murad. Dəf etməyi bazardı, Ruslan topladı. Ruslan irələməyi mümkün olmur. Topu indi Məhəmməd Nuridə qaldı. Sağ zinaqda Xəyal oynadı. Əmid bu qarşı ötürmə düşünür. Və Hakimin də fiti səsləndi. İlk hissə başa çatdı. İlk hissə Nişantaşı komandasının 8-0 üstünlüyü ilə başa çatdı. İkinci hissədə yenidən görüşmə ümidi ilə hələlik deyirəm. İkinci hissədə təşərdən hepinizi xoş gördük futbol sevərlər. İlk hissə Nişantaşı komandasının 8-0 üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə yenidən iki komandaya da uğurlar arzulayırıq. Qalacaq bizi ikincisi necə bir qarşı durma gözləyir. Xəyal topladı, ilerləmək mümkün olmadı. Qarşısını kəsdi Elman. Out. Out'un yeni yetirildi. Həmid Mürşüdlü topladı. Döndü geriyə. Əli Mehdi ötürməsi kəsmədi. Əli indi ötürməsini etdi. Bu ötürmə tərik alınmadı Məhəmməd Nuri tərəfindən. Top meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə müdafiədə qarşılandı. Bu komandasına qazandırıldı Ülven Nuri. Out. Out Nişantaşı komandası outdan top oyuna daxil etdi. Paraya ötürmə gəldi sağca. Qapı doqu və səbəbə gol! Xəyal. Yenə Xəyal və yenə gol. Xəyal Əskərli topu uzaq 9-luğa. Möhtəşəm zərbə ilə tora qovuşdurdu və 9-0 oldu hesab bu golla. Oltu yeni yetirildi. Qənidə qaldı top. Qəniyev Qəni topladı. İrələməyə çalışır indi. Sürməsi keçmədi. Məhəmməd Nuri sağ zinaqda Xəyal oynanır. Xəyal Əskərli qapı zərbə indirdi. Xəyal blok gəldi bu zərbəyə. Korner. Qapı qarşısında ötürmə. Məhəmmədin zərbəsinə blok gəldi. Qapı qarşısında top indi. İrəliyə doğru ötürmə gəldi. Top qapısı Murad Babayevin nəzarətində meydanı tərk etdi. Murad Abbasovu üzrəm. Qapıdan zərbədən artıq dərhal top oyuna daxil edilib. Top Xəyalda da sağ zinaqda meydanın rəqibi aydın olan səsləri. Sol cənab paraya ötürmə gəldi Sənan istiqamətinə. Sənan. Sənan Əli oynadı. Xəyal da sağ zinaqda. Xəyal indi ötürməsini etdi. Xəyal istiqamətə ötürmə yenidən. Top ünvana satmadı. Top itkisi gəldi Nişantaşı komandasında, amma yenidən qazanırlar topu. Sənan. Ötürməsi dəqiq alınmadı. Həmid topladı. Həmid Mürşüdlü. Mərkəzdən özü sürətlə yerindəyir Həmid. Sağcı ötürməsi etdi. Xəyalın zərbəsi Qalkipər. Qalkipər bu dəfə bu zərbənin qarşısını almağı bacardı. Topu da oyuna daxil etdi. Faiqdən indi uzun ötürmə Qalkipərdən. Qəni istiqamətinə. Qəni topu oyunu saxladı. Ötürməsini etdi qapı qarşısına. Ağaylı Nuri istiqamətinə ötürmə etmişdi. Bu ötürmə dəqiq alınmadı. Doğrusu ünvana çatmadı. Müdafiəçilər imkan vermədi. Ağaylı zərbəsini indirdi. Out. Out yeni esirildi. Sağ ağzına ötürmə gəldi indi. Əli topladı. Sol ağzına ötürmə Sənan istiqamətinə. İndi Həmid sağ ağzınaqda. Komanda yoldaşı Xəyalı görür. Xəyalın qarşısında Elman var. Elman Hüseynova qarşısında. İndi geriyə ötürmə etdi. Yenidən Xəyal.
İstiqamət ötürmə gəlmişdi 50-dən. Top ən geriyə qapıları. Murada qədər gəlir çatdı. Muraddan uzun ötürmə top birbaşa. Meydana tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Axarı Nuridən uzun ötürmə dəqiq alınmadı. Məhəmməd yerləmək mümkün olmur. Bu zərbəyə blok gəldi. Geri müdafiəsinə qədər gəlib çatdı. Həmid Mürşidli. Həmid sağdan oynadı. Xəyal. Zərbəsi indirdi Xəyal. Qapı dirəyi. Qapı dirəyi qol mane olur. Məhəmməd Nuri topalı sol tərəfdə. 2 rəqibi geridə qoyur. Amma Elman indi topu komandasına qazandırır. Qalkiperdən uzun ötürmə gəlini istiqamətinə müdafiədə qarşılandı. Həmid tərəfindən. Həmid döndü geriyə. Sənandan sağdan Hadiyə qava ötürmə gəldi. Yenidən Xəyal verəcək. Zərbə indirdi Xəyal və gol! Xəyal Əsgərliyin növbəsi qolu gəldi Xəyalın. 10-0 oldu hesab bu qolla. 6-cı qolunu imza attı Xəyal, səhv etmirəmsə artıq. Xəyalın qollarının da sayını itirmişik. Amma 6-cı qol olmalıdır Xəyalın. Altı yeni yetirdi Əziz Aslanov komandası. Elman Ruslan oynadı irəliyə, amma Ruslan top istədiyi kimi ram edə bilmədi. Top yenidən Əziz Aslanov komandasında da out. Sol zaqda mərkəzdə. Out yeni yetirdi Əziz Aslanov komandası. Yerdə qaldı və qayda pozulub. Səsəndin cəmə zərbəsini yetirildi. Ruslan zərbəsi indir və gol! Qüvvətli zərbə ilə Ruslan Lətifov komandasının ilk qolunun müəllifi oldu masda. Saxlam cənə 10 dəyişikliyi. 11 oldu hesab bu qolla. Mərkəzdən bu dəfə Nişantaşı komandası top oyuna daxil edəcək. Hakimin də fiti səsləndi. Məhəmməd Nuri topladı. Sənan Xəyal oynadı. Xəyal ara ötürməsi kesmədi. Uzaqlaşdırıldı. Out. Xəyal indi zərbəsi indirdi. Top müdafiəsi deyərək meydana tərk etdi. Korner. Korner yenitirdi. Sənan sağ ağzına ötürməsini etdi. Ramin əlini düşündü ama ötürmək kesmədi. Top indi Məhəmməddə qaldı. Məhəmməd qapı qarşısı ötürmə düşündü müdafiədə. Elman topu uzaqlaşdırdı. Out. Elbin oyu topladı. Ötürməsi topu ram etmək mümkün olmadı. Top meydanı tərk etdi. Out. Nişantaşı komandası outda. Top oyuna daxil etdi. Ramil Mövlanov sağ cəxdə Xəyal Əsgərli ilə oynadı. Xəyal sürətlə keçdi mərkəzi Xəyal. İndi ötürməsini etdi. Qapı 9 əvə gəldi. Qalkiper dəf etdi bu dəfə Məhəmməd Nurinin zərbəsini. Bu zərbəyə də blok gəldi müdafiəçilərdən. İndi out. Əzasov komandası hücuma çıxması çalışır və indi müdafiədə qarşılandı. Nişantaşı komandasının hücumu zərbə gəldi. Top çərçivə üzərindən meydandan çıxdı.
Buradan zərbə olacaq. Buradan zərbə ilə Faiq Süleymanlı top oyuna daxil etdi. Solcan ötürmə Qəni. Qapısına döndü. Faiqdən uzun ötürmə. Müdafiədə Sənan qarşıladı. Xəyal oynadı. Xəyal topu özündə yaxşı saxladı. Sağ ağzı ötürməsini etdi. Zərbə də gəldi Məhəmməd Nuridən. Blok gəlir. Elmandan blok gəldi. Buradan zərbə ilə top oyuna daxil edilib artıq. İlvi Nuri qapısı. Faiq Süleymanlı ilə oynadı. Uzun ötürmə. Qapısının nəzarətində meydanı tərk etdi. Buradan zərbə ilə Murad Abbasov top oyuna dərhal da daxil etdi. Sənan oynadı. Sənan Mustafayevdən ötürmə gəldi. Sağ ağzına atdı. Xəyal topladı. Xəyal qarşısında Qəni var. Xəyalın. Baxa Xəyal. Qəni kesməyi bacarır Xəyal. İkinci rəqimdə gerdə qoydu Xəyal. Topu özünədir. Sol zəmə etdi. Top. İndi meydanı tərk etdi. Korner. P9 zərbə gəldi. Blok gəldi bu zərbəyə. Out. Out'un yeni yetirildi. P9 zərbə. Sağına top alsaqda. Sərsirən üzərindən meydanı tərk edir. İlvi Nuri gəlməyə çalışırdı. Məhəmməd Nuri topunu almaq bazardı, amma top yenidən Əziz Aslanov komandasındadır. Yerdə qaldı bu epizodda Ruslan və ona qarşı qayda pozulub. Komandasının tək qolunun müəllifidir Ruslan Lətifov. Uzun ötürmə gəldi, ondan top qapısı Muradda qaldı. Xəyal zərbəsini indirdi. Qalkiper təkrar zərbəyə imkan vermədi. Elman Hüseynov. Out. Korner yeni yetirildi. Yenidən korner. Bu qarşı ötürmə. Qalkiper ikəmədə. Topa sahib olmağı bacardı. Əllə topunu daxil etdi. Qəni topladı sol cəhətdə. Qəni yerməyə çalışır. Qarşısı kəsildi. Ramin kəsdi onun qarşısı topu komandasına qazandırır. Sol cəhətə gəldi. Top ram etmək mümkün olmadı. Məhəmməd Nuri tərəfindən outda. Dərhal yeni yetirildi. Əziz Aslanov komandası indi hücum qurmağa çalışır. Ruslan sol cəhətə Ağali istiqamətinə. Ağali Nuri topu ram edə bilmədi. Turnirin ən yaxşı isimlərindən biri də 55 yaşı var Ağali Nurinin. Bu yaşda oyunda görməyə həqiqətən də sevindiricidir. Qapı 9 zərbə gəldi. Bu zərbə çərçivədən aralı keçir. Burada Rayl eləməyə çalışırdı, qarşısı kəsildi və burada Raylə qarşı qayda pozulub. Rayl Əlizadə özü yerinə yetirəcək cərimə zərbəsini. Hakim yerindən yerinə yetirilməlidir deyir cərimə zərbəsi. Rayl Əlizadə. Xəyal topladı indi Elman. Kəsdi qarşısını. Ağali qapı 9 zərbəyə düşündü. Müdafiəçilər imkan vermədi. Elman indi. Elman Hüseynov altdan topuna daxil etdi. Ağali Nuri oynadı. Yenidən Elman. Geriyə ötürmə gəldi. Ülvi Nuri döndü ən geriyə qapıçıları. Faiq Süleymanov oynadı. Süleymanlı ilə üzr istəyirəm. Elman topladı sağ cinaqda. Elman. Zərbə düşündü top. Qalkiperdə qalır. Murad topa sahib olmağı bacardı. Murad. Sənan oynadı.
Şu an mərkəzdə Xəyalı görür, Xəyal. Mərkəzdə görüyor Xəyalı bu dəqiqələrdə. Müşəxsi azaqda görməyə öyrəşmişik Xəyalı. Mərkəzdədir. Sənan indi Ramin oynadı. Xəyal qarşısında Ağali Nuri var. Xəyal iki rəqibini kesməyi bacardı. Zərbəsi indirdi. Qalkiper qapısında diqqətlidir. Topu götürməyi bacardı. Əlini ötürməsi dəqiq alınmadı. Out. Out da dərhal yeni etirildi. Bundan ünvana çatmadı. Out yeni etirildi. Nişantaşı komandasında Sənan topladı. Qapıya doğru zərbə indirir. Sənan blok gəldi. Ülvi Nuri'dən out. Meydan özlərinə aid olan səsindən out yeni etirildi amma hərəkətli yeni etirildiyi üçün out indi Həzə Aslanov komandası yeni yetirəcək. Kəsə bilmədi rəqibini Raib Əfsatda. Aynı qapıya doğru zərbə gəldi. Qalkiper zərbəni dəf etməyi bacardı. Şəhriyar Abbaszadən zərbəsi istədiyi kimi alınmamışdı kapitanın bu zərbəsi. İndi out yeni etirildi Şəhriyar. Məhəmməd Nuri zərbəsi indirir. Blok gəldi Elmandan. Topda Həmiddən meydanı tərk etdi. Hakim bildirir. Out yeni etirildi Həzə Aslanov komandası. Ruslan. Sol zometr Ruslan. Qapıya doğru zərbə indirir. Qalkiper bu dəfə. Ruslan zərbəsini dəf etməyi bacardı. Kinayəçinin yaxşı çıxdı Əmid. Sağ ötürməsini etdi. Kapitan topladı. Gördü Məhəmmədi. Məhəmməd topu Rahmedidə müdafiəsi topu gəldi və uzaqlaşdırmağı bacardı. Ramin Həmid oynadı. Həmid sağdan ötürmə Şəhriyar. Qapıya doğru zərbə indirdi kapitan amma qalkiper onun qarşısını almağı bacardı. Yaxşı keçdi rəqibini amma müdafiədə imkan vermədi Sənan. Rəqibinin daha da irəliləməsinə out yeni yetirildi. Ağali Nuri öz oğlu Ülvi Nuri'yə ötürməsini etdi. Amma top ikisi var. İndi qapıya doğru zərbə gəlir. Son anda Faik komandasını qoldan xilas etdi. Qalkiper out yeni yetirildi. Həmid Şəhriyar yerdən Həmid. Dəlməlitasına da Həmid ötürməsini etdi Şəhriyara. Zərbəsi indirdi Şəhriyar. Top müdafiəsi ilə meydanı tərk etdi. Korner. Korner yeni yetirilir Həmid istiqamətində amma top gəldi. Ağali uzaq məsafədən zərbə düşündü. Qapısı Murad yerindədir. Öndə olduğunu gördü Murad'ın. Bir başqa zərbə düşündü amma istədiyi kimi alınmamışdı. Qapısı indi Murad riskli oynayır müdafiədə amma komandasını hücuma çıxarmağı bacarır. Şəhriyar çəkdi soluna Şəhriyar. Son anda müdafiədə Elman İnanlı oynadı. Ruslan topladı. Ruslan yerdə qaldı Ruslan və Ruslana qarşı qayda pozuldu. Hakimin fiti səslənib. Fit səsləndi. Topun arxasında Rail var. Tək qaldı Railin topun arxasında. Yaxınlaşır topa. Zərbəsini indirdi. Amma bu zərbə çərçivədən yan keçdi. Buradan zərbə ilə top oyuna daxil ediləcək. Əllə daxil edilməlidir oyunun hakimi bildirdi.
Qaydalar çərçivəsində qapıdan zərbə yeni yetirildi. Tək toxunuşda Şəhriyar istiqamətdə ötürmə. Şəhriyar keçdi rəqibini, çəkdi sağına, çəkdi soluna. Zərbə indi zərbə gəldi və gol! Məhəmməd Nuri fərqləndi. Məhəmməd Nuri. Gol ona qismət oldu. Dəqiq zərbə ilə topu tora qovuşdurdu Məhəmməd Nuri. Və 11-1 oldu hesab bu golla. Mərkəzin Haşimin Fiti də 17-dən hərəkətliliyi qazandı. Cümən qarşı Kəsəmid. Oturmasını etdi. Qapı 9 zərbə və qol! Arda qollar. Məhəmməd Nuri'dən. Məhəmməd Nuri komandasının 12-ci qoluna imza atır. 12-1 oldu hesab bu qolla. Ülvi Nuri mərkəzdən top oyuna daxil etdi. Ağəli Nuri oynadı. Sağ altına ötürmə. Rail top gəldi. Məhəmməd Nuri zərbəsi bu dəfə çərçivəyə tuş gəlmədi. Onun bu zərbəsi. Ruslan topladı. Ruslan Lətifov görməyə çalışır. Sağ altına ötürməsini etdi. Rail. Rail Əzadə bir rəqibini geydə qoydu Rail. Solcuna ötürməsini etdi Ruslan. Rail düşündü bu ötürmək kesmədi. Şəhriyar topladı yeni kapitan. Şəhriyar geriyə ötürmə etdi. Əli yenidən Şəhriyar. Şəhriyar çəkdi soluna. Ötürməsi Əliyə. Əli zərbəsi indirdi amma tora düşə bilmədi bu zərbə. Zərbə ilə top oyuna daxil edildi amma Əli topu yenidən qazanır. Əli yaxşı keçdi rəqibini də. Zərbəsi indirdi. Yenə də top çərçivəyə tuş gəlmir. Zərbə ilə artıq topuna daxil edilə Ülvin ötürməsi keçmədi. Out. Out Əzərsonov komandasının da. Solcuna ötürmə. Salam. Şəhriyar düşünür indi. Şəhriyar topu ram etdi. Qapısını da keçdi Şəhriyar. Qapısı xeyli ilə ısınmışdı amma indi qapısına meydanı tərk etdi. Out. Out'un yetirildi. Həmid Mürşidli 2 nəvə çıxmağa çalışdı amma mümkün olmadı. Top Ruslanda qaldı amma Həmid yenidən topu qazanır. Komandasını qazandırdı. Şəhriyar oynadı. Şəhriyar top indi meydanı tərk etdi. Korner. Korner yetirildi. Məhəmməd istiqamətini ötürmə. Top qapıcı. Faiq Süleymanlı'da qaldı. Ötürmə meydanı tərk etdi. Out. Out artıq yerini yetirilib. Əli yerdə qalmışdı bu epizodda. Top indi Nişantaşı komandasında Məhəmməd Nuri sol zat eləməyə çalışır. Məhəmməd. Qapıcı Faiq Süleymanlı'da qaldı. Uzun ötürmə Qəni istiqamətinə. Topu ram etmək mümkün olmur. Murada qədər gəlir çatır top. Nişantaşı komandasının bir nömrəsi. Özünü irələməyə çalışır. Qarşısını Ülvi Nuri kəsdi. Boşla zərbə Şəhriyardan və gol! Kapitan! Kapitan da fərqlənməyə nail oldu. 13-1 olur hesab bu golla. Komandası hər bir oyuncusu kapitanı təbrik etmək üçün yanına gəlir. Hakimin Fiti 17-dən mərkəzdən hərəkətlilik qazandı. Son 2 top. Son 2 top. Son 2 top. Altını yetirildi. Həmid Mürşidli eləməyə çalışır. Qarşısı kəsildi. Ruslan kəsildi qarşısına. Raili düşündü amma bu ötürmə biraz sürətli alındı. Top meydanı tərk etdi. Outdan top oyuna daxil edildi. Həmid istiqamətə ötürmə. Həmid. Şəhriyar oynadı. Şəhriyar qapıcını da kesməyə çalışır bu epizodda. Faiqdən təzyiq var. Şəhriyara top indi. Meydanı tərk etdi. Out.
Top uzaqlaşdırıldı. Yenidən out. Top indi qapçı. Faik Süleymanlı'da qalır. Faik'dən uzun ötürmə. Top. Həmkarı Murat'da qaldı. Murat yaxşı keçdi. Bir rəqibini, ikinci rəqibini kesməyə bacardı Murat. Mərkəzə məyin etdi Murat. Sürməsi solca. Pedal zərbə gəldi. Qalkiper dəf etdi bu zərbəni. Eləmək mümkün olmadı. Out. Out yenitilib Şəhriyar istiqamətinə və növbəti qol gəlmədi Şəhriyardan. İmkan vermədi. Qalkiper və hakimin də final fiti səsləndi. Maç başa çatdı. Nişantaşı komandası 13-1 hesabı ilə qələbə qazandı. Təbrik edilir Nişantaşı komandasını. Üz xal hesablarını yazdırdılar. Növbəti oyunda hər iki komandaya da uğurlar arzulayırıq. Biz qələbə fotosu çəkdirir. Hal-hazırda Nişantaşı komandası biz sizinlə sağollaşmışdıq amma son bir xatirə şəkli çəkdirirlər. Təbrik edilir Nişantaşı komandasını. Təbrik edilir Nişantaşı komandasını. Biz də sizinlə sağollaşırıq. Növbəti günlərdə növbəti oyunlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.